Mənfi ədədin cüt dərəcədən qüvvəti verilibdir. Mənfi ədədin cüt dərəcədən qüvvəti demişik ki, nəyə bərabərdir? Müsbət ədədə bərabərdir. Ona görə olacaq deməli birinci ifadəmiz nə? Müsbət A üstünü 8 şəklində. İkinci ifadəmizdə baxırıq ki, 9 dərəcədən qüvvət yalnız A-ya aiddir. Ona görə bu ifadə olduğu kimi qalır. Olacaq hasil mənfi A üstünü 9. Amma baxıram ki, burada mənfi 12 dərəcədən qüvvət mötərizə yazılıb ümumi qeyd olunubdur. Deməli, həmin bu mənfi 12 dərəcədən qüvvət həm mənfiyə, həm də A-ya aiddir. İndi biz demişik ki, cüt dərəcədən qüvvət varsa, ifadəmiz nə olacaq? Müsbət olacaq. Amma mənfi dərəcədən qüvvət varsa, onda biz aldığımız cavabı necə yazırdıq? 1 bölünsün şəklində. Olacaq deməli nə? 1 bölünsün A üstündə 12 şəklində. İndi A üstü 8 bu mənfiyə elə ki fikir vermirəm. A üstü 8-i A üstü 9-a vuranda olacaq deməli nə? Qüvvətlər toplanacaq A üstündə 17 vurulsun 1 bölünsün nə? A üstündə 12 şəklində. Bu mənfini də atıram qarşıya. İndi burada artıq ixtisarlarımızı eləyə bilərik də. Burada 12 dənə A var, burada 17 dənə A var. İxtisar eləsək, burada qalacaq 1, burada qalacaq nə? 5 dənə A'mız, yəni A üstündə 5. Qarşıda da bir dənə mənfimiz var idi. Ona görə cavabımız olacaq nə? Mənfi A üstünə 5 şəklində, yəni C variantı formasında.